Nurimi bir çöhrədə etdim mütəcəl. Bu ömrünün axır günlərində belə xanım Zeynəb bir anam Zəhra gecə namazını tərk eləməzdi. Bir xanım Zəhra təbii ki, yaralı halda idi, 1.50 qunut tutar. Yazır Qur'an, Xudadandır salamın, ya xanım Zəhra. Kitabdan kim silər Allah kəlamın, ya xanım Zəhra. Qısılmış məzlumiyyətlə bəla bəhrində can verdin, şəhadət səndə tapdı öz məqamın, ya xanım Zəhra. Baxdı o kəfənə dedi, verə bilsən bu kəfən sənə yaraşmır, mənə ver. Anam, məni bu yaşda amandır, anasız qoyma, ana. Ayağından öpürəm, məndən ana doyma. Bismillahirrahmanirrahim. Allahın salamı, rəhməti, bərəkəti olsun bütün müsəlmanlara, xalqımıza. Allah hər birinizi qorusun. Yenə də Beytül Əhsan adlı verilişimizlə, Hüzn evi adlanan verilişimizlə bir daha sizin evlərinizin qonağı olmağa gəlmişik. Və bu günləri yenə də gözəl, bir-birindən rəngarəng qonaqlarımız bizim bu gözəl studiyamızda, bu gözəl verilişimizdə bizim qonaqlarımızdılar. Və mən ilk öncə salamlayıram inşallah bizim gözəl ruhanimiz Seyyid Mirəli ağanı. Ağa, xoş gəlmişsiniz, səfa getirmişsiniz. Və Əhl-i Beytin gözəl yazarı, gözəl qələm ustadı, gənc şairimiz, gəncliyinə baxmayaraq, gəncliyi ilə əlhəmdülillah bütün ölkədə qəzəlləri ilə, şeirləri ilə tanınan mənim Kərbəlayı baba qardaşım xoş gəlib, səfa getirib inşallah. Və illərləndir uşaqlığından ta bu yaşına qədər Peyğəmbər və Ali Peyğəmbəri dilində zikr edən və öz gözəl səsi ilə qəlbləri fəth eləyən, gözəl Əhl-i Beytin məddahı, zakiri, Aydın Rıza qardaşım xoş gəlib, səfa getirib inşallah. Və yenə də verilişimizdə gözəl suallar, gözəl mövzular xanım Zəhra salamullahi əleyha haqqında inşallah səslənəcək. Və hər birinizdən iltimasımız, istəyimiz budur ki, bizim bu gözəl verilişə baxanda bizləri də dua eləməsəz də qəlbinizdən inşallah keçirməyi sizdən xahiş edirik. Allah sizləri qorusun. Və inşallah üzümü tuturam bizim gözəl ruhanimizə, Seyyid Mirəli ağaya və bir sualla istəyirəm ki, sizə müraciət edeyim ağacan. Hədisdə belə buyururlar ki, cənnətin ən üstün xanımlarının adları zikr olunur hədislərdə. Bir hədis var ki, 4 xanım gəlib o hədisdə. O hədis də Həzrəti Rəsulullah sallallahu aleyhi və alihi və səlləmdəndir ki, əfsəlün nisa əhlil cənnə. Həzrəti Xədicətül Kübra və Həzrəti Fatimə salamullah əleyha və Həzrəti Məryəm İmran qızı və Həzrəti Asiyə Fironun həyat yoldaşı olub
və Müzahim qızı. Belə sual vermək istəyirəm ki, bu xanımların üstünlüyünün səbəbi nədir? Və bu 4 xanımların ən üstünü bunların arasında kimdir? Bismillahirrahmanirrahim. Allahın salavatü salamı olsun Peyğəmbərimiz və onun pak əhli beytinə. Mən də salamlayıram əziz izləyiciləri. Bu əzalı günlərdə öncə İmam Zaman ağa və sonra bütün əhl-i beyt sevərlərə bu əzalı günlər başsağlığı verirəm. Və sualınıza cavab olaraq Peyğəmbərimizin bu hədisi təbii ki, məşhur hədislərdəndir və bütün vasitələrlə təsdiq olunmuş hədislərdəndir. Mən o vasitə məsələsini deyəndə, yəni 2 tərəf var hədisin nəql olunan tərəfi. Hər 2 tərəfdə bu hədislər deyilib, söylənilib və səhih hədislər qismindəndir bu hədislər. Təbii ki, Allah Peyğəmbərinə bu sözləri deyib və Peyğəmbər də bunu ümmətinə çatdırıb, bu insanları tanıtdırıb. Tanıtdırmaqda məqsəd odur ki, insanlar bu şəxsiyyətləri tanısınlar və tanımaqla yanaşı nə səbəb olub bu insanlar cənnətin ən seçilmiş, ən üstün xanımları olmağın bilmək üçün təbii ki, həyatlarını onların mütaliə eləyəndə insanlar onları bu üstün xanımları, təbii ki, xanım Xədicə-i Kubra, səlamullah əleyha, Peyğəmbərimizin qızı Fatimə-i Zəhra anamız və Həzrəti İsa Peyğəmbər əleyhissalamın anası Məryəm əleyhissalam və bir də Fironun xanımı Asiyə xanım. Bunların həyatını oxusunlar, insanlar bunların üstünlük səbəbini öyrənəndə təbii ki, onlar da çalışacaqlar ki, o xanımlar kimi olsunlar, özlərin onlara oxşatsınlar. Onlar nümunə olsunlar. Peyğəmbər bunları tanıtdırmaqda əsli məqsəd budur ki, insanlar onların həyatını oxusunlar, mütaliə eləsinlər və onların nə üçün üstün olduqlarını insanlar biləndən sonra özlərini onlara oxşatsınlar. Təbii ki, xanım Xədicə-i Kubra səlamullah əleyhanın həyatını biz Peyğəmbərin həyatını mütaliə eləyəndə onun yanında görmüşük ki, hansı fədakarlıqları olub, hansı öz canından, malından keçməkləri olub, nələri Peyğəmbərə görə, Peyğəmbərimizin gətirdiyi bu Allah dininə görə qurban verib ki, bütün insanlar xanım Xədicə-i Kubra səlamullah əleyha kimi nümunə olsunlar. Haqq yolda öz, təbii ki, o insanlar ki, haqqı təbliğ eləyirlər, onlara dəstək olsunlar. Təkcə xanım Xədicə Kubra salamullah əleyha, təkcə belə deyək, Peyğəmbərin həyatında olanda bu cür fədakarlığı olub demək olmaz. İstər cəmiyyətdə olsun, bütün sahələrdə. O cümlədən Həzrəti Məryəm salamullah əleyha, o cümlədən Asiyə xanım Fironun yoldaşı, bu insanlar hamısı bunların fədakarlıqları, bunların əxlaqları nümunə olublar və Peyğəmbər bunlarla yanaşı qızı Fatimə-i Zəhra salamullah əleyhanı bizlərə tanıtdırmaqda odur ki, xanım Fatimə-i Zəhra bütün sahələrdə mütaliə eləyəndə xanım Zəhra anamızın həyatını insan görür ki, xanım Zəhra bütün sahələrdə insanlara nümunə olub. Bu nümunəlik odur ki, xanım Zəhra zəhmət sayəsində nələrisə, belə deyək, hamının ürəyinin istədiyi şeylər var. O ürəyimizin istədiyi şeyləri biz gərək hər ürəyimizi istədiyimiz şeyə öz məqsədimizi qurban verməyək. Əksinə, məqsədimizə ürəyimizin istədiyin təbii ki, qurban verək. Xanım Zəhra səlamullah əleyhanın həyatını mütaliə eləyəndə mən bir məqalə mənim qarşıma çıxdı. Bir nəfər deyirdi ki, mənim özüm üçün də maraqlı idi ki, nə üçün xanım Zəhra ən üstün xanımlardandır. Deyir, bütün hadisələri ki, mən mütaliə eləyəndə, düzdür, deyir, mən bu məqalə yazan adam təbii ki, o alim döyürdü, dini alim döyürdü, deyir, amma mütaliə eləyəndə bir məsələ mənim qarşıma çıxdı.
orada mən gördüm ki, xanım Zəhra Səlamullah əleyhanın üstünlük səbəblərindən biri dünyaya bağlı olmamasıdır. Deyir, xanım Zəhranın, hamı bəlkə bunu eşidib, həyatında belə bir hadisə var ki, toyu günü ki, təbii ki, bir dənə gəlinlik paltarı var idi, bir dilənçi gəlmişdi ki, mənim paltara ehtiyacım var, mənə nəsə ehsan elə. Deyir, xanım Zəhra evində olan, təbii ki, ikinci geyim paltarı vardı ki, onu aparırdı verə, kasıba, o qapıya gələn füqəraya. Orada deyir, Allahın bir ayəsi yadına düşdü. Ali İmran surəsində olmalıdır. Lən tənalul birrə hətta tunfiqu mimma tuhibbun. Allah yolunda sevdiyinizi qurban, belə deyək, ehsan verməyincən Allahın yaxşı bəndəsi, yəni ən üstün bəndəsi dərəcəsinə çatmayacaqsınız. Təbii ki, ən sevdiyimiz şey hamının fərqli ola bilər. Amma o toy günü təbii ki, hər bir gəlinin, hər bir bəyin özünün bir arzusu var ki, mən bu günləri ən gözəl paltarımla bu gəlinlik, otağına gəlim və yaxud cəmaatın qarşısına çıxım. Xanım Fatimə Zəhra deyir ki, hal-hazırda mənim ən sevdiyim şey bu gəlinlik paltarıdır. Onu aparır, Allah yolunda verir və onu verəndə, mən məqalədə oxuduğumu deyirəm, bu onu göstərir ki, bu insan əgər dünyaya bağlı olsaydı, onu verməmək üçün özü üçün təbii ki, bir bəhanələr ortalığa çıxarda bilərdi. Ki, belə deyək də, bizim özümüz əgər götürsək ki, hər hansısa bir şeyi bizdən istəyəndə təbii ki, bunu mənə hədiyyə eləyiblər, bəli, mən yadigardır, mən bunu vermirəm. Amma o özü də bizim dünyaya nə qədər bağlı olduğumuzdan irəli gəlir. Xanım Fatimə Zəhra Səlamullah əleyha dünyaya bağlı olmadığını orada göstərir ki, bu dünya bizim üçün təbii ki, axirətin əkin sahəsidir. Çoxları deyir ki, xanım Fatimə Zəhra bilirdi ki, mən bunu Allah yolunda verəcəm, Allah da mənə bunun əvəzində nəsə verəcək. Bəli, bunu özün bilmək, özü bir hünərdir. Bu imandan irəli gəlir. Məyər Allah bizə deməyib ki, biz sizin hər verdiyinizin əvəzini biz sizə verəcək. Quranda təbii ki, o qədər ayələr var. Biz də onu bilirik. Amma nə üçün edə bilmirik? Təbii ki, o imandan irəli gəlir. Xanım Zəhra, o saydığımız xanımların hamısı bu timsalda. Amma xanım Fatimə Zəhra Peyğəmbər buyurdu, hər iki dünya xanımlarının tacıdır. Xanım Zəhra təbii ki, onların içərisində ən üstün seçilmişdi. İmam Sadiq əleyhissalama sual verirlər ki, xanım Zəhra ilə o birisi seçilmiş xanımların fərqi nədir? Buyurur ki, o birisi seçilmiş xanımlar öz zamanının ən üstün xanımlarıdır. Amma Fatimə Zəhra Səlamullah əleyha gəlmiş və keçmiş. Yəni, bütün xanımlardan əfzəl Fatimə Zəhradır İmam Sadiq əleyhissalamın hədisinə görə və nümunədir. Necə ki, o Peyğəmbərlər 123.999 dənə Peyğəmbərlər öz tayfası üçün, öz şəhəri üçün, öz ölkəsi üçün gəlib, amma Peyğəmbərimiz ümumbəşər üçün gəldi. O cürnədə qızı da belə olmalıydı. Bəli, xanım Fatimə Zəhra təbii ki, yəni bizim hədislərimiz onu göstərir ki, xanım Fatimə Zəhra belə deyək də, bütün ümumbəşər götürək də, bütün bəşər üçün bir nümunədir. Mən bir dəfə bu hədis var idi, ən məşhur hədislərdəndir. İnşallah bunu da deyim, bu sözümü tamamlayıram. Deyir ki, mənim üçün maraqlı gəldi ki, bir hədis var ki, Allah Peyğəmbərimizin haqqında buyurur ki, sən olmasaydım, mən bütün dünyanı, yəni bütün yaranmışları yaratmazdım. Ləvlak, ləmə xələqtul əflak. Və Dalican buyurur, Əli olmasaydı, heç səni yaratmazdım. Yəni, bunlar bir-birinə təbii ki, bağlı. Və Fatimə olmasaydı, heç nə sizin ikinizi, heç birinizi yaratmazdım. Əslində, bu bir-birinə bağlı bir məsələdir. Mən sual verəndə təbii ki, ruhani ilə, bir alimlə bunu müzakirə eləyəndə, deyim ki, bu necə olur da? Deyir, Allah istəyir ki, bu insanlara başa salsın ki, siz bu insanları tanıyın, bunlar sizin, belə deyək, nümunələrinizdir və mən sizi bunlara görə yaratmışam. Siz də çalışın, özünüzü həmişə bu insanlara təqribən belə çıxdı ki, borclu kimi sayın. Ki, yəni çalışın, özünüzü onlara oxşadasınız. Əgər özünüzü onlara oxşatmağa
çalışsınız, onda sizin üçün heç bir çətinlik mənası olmayacaq. Çünki onların çətinliklərini görəndə təbii ki, insan çətinliklərimiz heç olacaq. Bir alimin bir sözü var idi. O deyirdi gecə namazına durmaq istəyirsən, deyirsən ki, bugün yorğunam. Necə durum? Bir xanım Zeynəb Salamullahi aleyha, təbii ki, xanım Zəhranın qızıdır. O məktəbdə dərs alıb. Bir xanım Zeynəbin yorğunluğun ki, Kərbəlada olan yorğunluğu ilə, öz yorğunluğu müqayisə eləyən ki, xanım Zeynəb o yorğunluqda gecə namazını tərk eləmədi. Onun yorğunluğu ilə, öz yorğunluğu müqayisə elə, bir deyilən ki, mən onun müqabilində gərək heç tərk eləməyəm. Allah özü hamımıza kömək olsun. Amin. Əhsən ağa, Allah sizdən razı olsun. Həqiqətən də gözəl nöqtələrə toxundunuz və bu günləri bizə və xalqımıza ehtiyac duyduğumuz, yəni lazım olan, o bir insan ac olar, o yemək axtarar, çöyə axtarar. Allah siz ruhanilərimizi bizim başımızın üstündən əksik eləməsin. Təşəkkür edirəm bir daha. Əziz tamaşaçılarımız, bu gözəl nitqdən sonra, bu gözəl söhbətdən sonra yenə də verilişimiz Beytül Əhsan adlı, Hüzn evi adlı verilişimiz davam eləyir və inşallah verilişimizin bu məqamında sözü vermək istəyirəm bizim gözəl şairimiz, qəzəl ustadı, Əhl-i-Beyt şairi Kərbəlayı Babaya. İnşallah Kərbəlayı bir daha xoş gəlmişsiniz, səfa getirmişsiniz. Buyurun, söz sizündür inşallah. Mən də salamlayıram tamaşaçılarımızı. İnşallah Allah bizi hər il bu qapıda xidmət eləməyə nəsib eləsin inşallah. Siz sual verdiniz Cənnət xanımlarından, bir dənə beyt düşdü mənim yadıma. Ustad Qəffaridən də onu istəyirəm deyim, 2 sətirdir. Deyir, dini haqq üstündə Məryəm bir Məsihadan keçib. Dini haqq üstündə Məryəm bir Məsihadan keçib. Həzrəti Zəhra-i Ətər 11 İsa'dan keçib. Allahu Əkbər, Allahu Əkbər. Allah var eləsin. O düşdü yadıma, istədim o vurğulayım inşallah. Bir qəzəl də inşallah öz yazdığımızdan gəlir. Yazır Qur'an, Xudadandır salamın, ya xanım Zəhra. Kitabdan kim silər Allah kəlamın, ya xanım Zəhra. Hidayət gülüstanında ən əhmər gül sən idin sən. Qazandım baqi sevdasın imamın, ya xanım Zəhra. Odur pak rahı peyğəmbər, odur pak saqeyi Kəvsər. Əli eşqi ilə dolmuş eşqi camın, ya xanım Zəhra. Həsən sənsiz qalan gündür, Hüseyn qəmdən solan gündür. Həsən sənsiz qalan gündür, Hüseyn qəmdən solan gündür. Bugün dərd almış ağuşinə hamın, ya xanım Zəhra. Qısılmış məzlumiyyətlə bəla bəhrində can verdin, şəhadət səndə tapdı öz məqamın, ya xanım Zəhra. Sənin haqqında söz yazmaq böyük bir məsuliyyətdir. Sənin haqqında söz yazmaq böyük bir məsuliyyətdir. İtirdi söz nizamın, intizamın, ya xanım Zəhra. Budur möminlərin əhdi, zühur etsin İmam Məhdi, alınsın inşallah intiqamın, ya xanım Zəhra. Məni əhv eylə ey kübra, dilim lal oldu, söz bitdi, mələklər ərşə yazsınlar davamın, ya xanım Zəhra. Mələklər ərşə yazsınlar davamın, ya xanım Zəhra. Səni zikr edib dənizlər elə çağlayırdı sənsiz. Təbiət də yas tuturdu, silə saxlayırdı sənsiz. Sənin əsrətindən ey gül, 2 gül saraldı, soldu. Həsən ağlayırdı sənsiz, Hüseyn ağlayırdı sənsiz. Ana tək nəvaziş etməz saçın oxşayan küləklər. Anasız gəzirdi Zeynəb, qəm ayaqlayırdı sənsiz. Səhər asimanı zülmət bürümüşdü, gün yox idi. Gecələr saçın yığırdı, qara bağlayırdı sənsiz. Dəli göz yaşım axırdı, yanağımda çırpınırdı. Elə bil qərib yağışlar sinə dağlayırdı sənsiz. Elə bir qərib yağışlar sinə dağlayırdı sənsiz.
Əhsən, Allah sizdən razı olsun. Təşəkkür edirik. Çox Allah qələmimizə qüvvət versin inşallah. Allah xanım Zəhra salamullah əleyhadan bizləri ayrı salmasın. Və yenə də əziz izləyicilərimiz, Beytül Əhsan verilişimiz davam eləyir. Və yenə də gözəl sualla inşallah mən bizim ağaya, Seyid Mirəli ağaya istəyirəm səslənim Allahın izni ilə. Həzrət Zəhra salamullah əleyhanın çox tövsiyə olunan ziyarətnamələrindən birində belə ifadələr var. Və mən cafəki fəqət cafə Rasulullah sallallahu aleyhi və alih. Və mən azaki fəqət aza Rasulullah sallallahu aleyhi və alih. Mən tərcüməsini eləməyəcəm ağa, elə üçün inşallah hütövüzə buraxacağım. Sadəcə olaraq hədisi istəyirəm, ərəbcəsini oxuyum. Və mən vasaləki fəqət vasalə Rasulullah sallallahu aleyhi və alih fəqət qətəə Rasulullah sallallahu aleyhi və alihi və mən qətəəki. Ki, inşallah insan bu ifadələri oxuduqca ağlında belə bir sual yaranır ki, Peyğəmbərimizin Həzrət Zəhraya necə bir vəhdəti və necə bir əlaqəsi var idi. Elə bax, məhz bu dua ziyarətnamə ki var xanım Zəhra haqqında, bax, bu barədə istəyirdim ki, inşallah elə bu sualınıza cavab verəsiniz ki, Peyğəmbərin nə dərəcədə vəhdəti xanım Zəhraya qarşı necə idi? Hacı, bu ziyarətnaməni ki, bu sözləri ki, siz dediniz, Peyğəmbərimizin təbii ki, dilindəndir. Peyğəmbərimiz deyir ki, hər kəs Zəhraya əziyyət eləsə, Allah Peyğəmbərinə əziyyət eləmiş olur. Təbii ki, ziyarətnamə Peyğəmbərin sözlərindən götürülmüş bir ziyarətnamədir. Hər kim onu ilə əlaqələrin kəssə, Peyğəmbərlə əlaqələrin kəsmiş olur. Hər kim Zəhra salamullah əleyhanın əlaqələrin təbii ki, bərpa eləmiş olsa, Peyğəmbərlə əlaqələrin bərpa etmiş olur. Bu ayədə təbii ki, Peyğəmbərin sözlərindən götürülüb. Peyğəmbərimizin o Quran ayəsi ki var ki, mən sizə bu təbliğatımın müqabilində heç bir müjdə istəmirəm, məgər öz ailəmə, əhl-i beytimə məhəbbət istəyirəm. Təbii ki, Peyğəmbərin o sözləri xanım Zəhraya və əhl-i beytinə məhəbbət göstərməsin, ümmətindən istəməsidir. Peyğəmbərimizin ayrı bir hədisi var. Xanım Zəhra haqqında buyurur ki, Fatimətu bəzətun minni. Fatimə mənim ciyərimin bir parasıdır. Fəmən əzaha fəqət azani. Hər kəs ona əziyyət eləsə, elə bilir, mənə əziyyət eləyər. Ki, bunlar Peyğəmbərimizlə xanım Zəhranın nə vəhdəti var? Vəhdət, yəni Peyğəmbərimiz istəyir deyə ki, xanım məndən sonra qızım Zəhra elə Peyğəmbərin sağlığındadır. Eyni mənim yolumu davam elətdirən bir şəxsdir bu. Bütün sahələrdə, istir ailə həyatında olsun, istir ictimai cəmiyyətdə olsun, istir bəli qonşuluqda olsun, hər bir sahədə baxırsan eyni Peyğəmbərin yolun. Peyğəmbərimiz nə cür Allaha ibadət eləyərdi? Həmən ibadəti xanım Zəhra atasından öyrənmişdi. Peyğəmbərimiz o qədər ibadət eləyərdi. Hədislərimizdə var ki, Peyğəmbərə sual verirlər, nə qədər namaz qılırsan? Axı, yəni qışların əziyyət olur, əllərin əziyyət olur. Deyirdi, istəyirəm Allahın çox şükür eləyən bəndələrindən olan. Tarixdə təbii ki, hədislərimizdə var ki, xanım Fatimə-i Zəhra bu ömrünün axır günlərində belə xanım Zeynəb deyir, anam Zəhra gecə namazını tərk eləməzdi. Deyir ki, təbii ki, gecə namazının sonuncu rükətində uzun qunut ki var. Deyir, xanım Zəhra təbii ki, yaralı halda idi, 1.50 qunut tutardı. Yəni, orada da belə, xanım Zeynəb deyir ki, orada da belə birinci dua eləyəndə qonşuları dua eləyərdi. Hər sahədə. Xanım Zəhra Peyğəmbərin yolun göstərərdi. Təbii ki, Peyğəmbərin qızına layiq olmaq, Peyğəmbər özü necə idi? Hansı əxlaqa sahibi idi? Bütün o şeyləri gəlib xanım Zəhradan eşidəndə Peyğəmbərin bir sözü var idi, deyirdi, atası ona qurban olsun. Bəli, fədaha əbuha, atası ona qurban olsun. Gəlirdilər, şəri hökm soruşurdular, xanım Zəhra eyni Peyğəmbərin verəcəyi cavabı o insanlara verərdi.
İnsanlar gələrdilər şəri hökmlərin xanım Zəhradan öyrənərdilər. Təbii ki, qadınlar indi gəlib xanım Zəhradan öyrənərdilər. Qonşular gələrdilər. Bütün çətinliklərində deyir, biz gedərdik xanım Zəhranın yanına. O bizim üçün belə də bir sığınacaq idi. Xanım Zəhra bizlər üçün bir sığınacaq idi. Ailədə də həmçinin. Ki, bunlar ailə qurandan sonra Peyğəmbər bir dəfə Həzrəti Əlidən soruşdu ki, ya Əli, Zəhra sənə necə bir həyat yoldaşıdır? Həzrəti Əli əleyhissalamın ibarəti çox mükəmməldir. Dedi, behişdə yetişməyim üçün mənə çox böyük köməkdir. Məni behişdə getməyə çox kömək eləyir Zəhra. Oldu ki, Əli əleyhissalam dedi, səndən sonra tək qaldım yazı. Hətta buyurur, o cür səbir sahibi Həzrəti Əli əleyhissalam Zəhra xanımdan sonra dedi ki, day səbrim qutardı. Var ki, deyir, heç bir Əli əleyhissalam Zəhra xanım sağ olanda elə bütün dərdin xanım Zəhra ilə bölüşərdi. Amma xanım Zəhra dünyasını dəyişəndən sonra həmən Əli səbir, belə deyək, timsali, səbr mücəssəməsi Əli əleyhissalam gedib dərdin quyulara danışarmış. Yəni, elə bir ikinci adam tapmazmış ki, o qabiliyyəti onda görüb onu öz sözlərini desin. Yəni, fikirlərin onu ilə bölüşsün. Bütün sahələrdə, ailə sahəsində, Peyğəmbərimizi görəndə təbii ki, qızıdır da. Qızıdır Peyğəmbərimiz. İndi ata evə gələndə nə üçün onun ayağına belə deyək, indi bir dəfə durdun kifayətdir. Hər görəndə Peyğəmbərin ayağına durardı. Peyğəmbərə ehtiram eləyərdi. Peyğəmbər də ona buyurardı atasının anası. Bəziləri təbii ki, deyirlər ki, bütün atalar onu öz qızına deyir. Amma bütün atalarla Peyğəmbərin fərqi var. Ümumiyyətlə, bütün atalar Peyğəmbərə qədər qızları ilə necə rəftar eləyirdi, ona nəzər eləsinlər. Bu günləri bizim o sözü deməyimizə də səbəb və bizim böyük müəllimimiz Peyğəmbərimiz. Və biz Quran ayələrinə də baxanda deyirik ki, Peyğəmbərimiz heç bir sözü öz ürəyi istədiyi kimi danışmır, hər nə danışır, vəhiy danışır. Yəni, Peyğəmbərimizin xanım Zəhraya atasının anası deməsi və yaxud ona durub atası ona qurban olsun deməsi və yaxud onu Fatimə-i Zəhranı insanlara nümunə tanıtdırması, bunlar heç biri nəfsdən gələn bir şey deyil, atabala məhəbbətindən gələn bir şey deyil. Biz bütün sahələrə baxsaq, görərik ki, burada bir xüsusilik var. Bu xüsusilik də nəydən irəli gəlir? Oradan irəli gəlir ki, Fatimə-i Zəhra Peyğəmbərin davamçısıdır və bunların nəslindən Allah Peyğəmbərin dininin davamını göndərir. Hədislərimizdə bəlkə görmüsünüz, mən oxşatmaq üçün deyirəm, Peyğəmbərimiz nə buyurub? Buyurub, Hüseyin mənnəndir, mən də Hüseyinnənəm. Hüseyin mənnəndə alimlərimiz deyiblər də, Hüseyin mənnəndə hamımız bilir ki, Hüseyin yəni mənim nəvəmdir. Mən də Hüseyinnənəm, yəni mənası odur ki, yəni Hüseyin mənim yolumun davamçısıdır, mən də onun yolunu təsdiq eləyirəm. Xanım Zəhranı bizlərə tanıtdırmaqda Peyğəmbərin məqsədi budur ki, xanım Zəhra mənim yolumun davamçısıdır. Və siz ona hörmət qoyun, onu həmişə başınızın üstündə, belə deyək, öz dilimizdə desək, başınızın üstündə tutun. Allah sizdən razı olsun. Ağa, çox sağ olun, təşəkkür edirik. Allah bizləri xanım Zəhradan ayrı salmasın və bu gözəl nitiqdən sonra, bu gözəl söhbətimizdən sonra və mən istəyirəm inşallah sözü təhvil verim bizim Beytül Əhsan Hüzn evinin qonağı Hacı Aydın Rıza qardaşım, Əhl-i Beytin gözəl zakiri məddahi. İnşallah Hacı, salam. Bir də xoş gəlmişsiniz, səfa gətirmişsiniz. İnşallah söz sizündir. Buyurun qəlblərimizi inşallah aram eləyin. Salam aleykum, dəyərli Hacı Ceyhun qardaşım, ustadım deyim. Allah sizə ömür versin. Mən bu bizi izləyən dəyərli izləyicilərimizi, tamaşaçıları salamlayıram. Dəyərli Əhl-i Beyt şairi, baba qardaşımızı salamlayıram və dəyərli alimimiz, seyyidimiz. Mən deyərdim ki, hər verilişdə biz aparıcıdan icazə almalıyıq çıxış eləmək üçün, amma bugün xanım Zəhra məclisidirsə, gərək başda İmam Zaman ağa olmaqla seyyidimizin izni ilə inşallah nənəsinin məclisi. Seyyidimizin
düşünürdüm ki, hansı rozəni oxuyarıq, hardan. Seyidimizin birinci çıxışında ki, o vurğuladı, toy libasını hədiyyə eləyir. Bir beyt düşdü yadıma. Həzrət Əli əleyhissalam o xanım Zəhranı ki, gecə ilə qusl edir. Baxır ağ kəfənə, deyir, xatirimdən çıxmaz o şiirin məsələ. Toy günü sən toy libasın ehsan etdin sailə. Müstəhəqqəm, razı olmam bundan artıq qəmyəyəm. Xanım, Zeynəbə xatir o ağ pirahəni vermən geyəm. Baxdı o kəfənə dedi, verə bilsən bu kəfən sənə yaraşmır, onu bizə ver, mənə ver. İnşallah mən İmam Hüseynin adı ilə başlayaram, xanım Zəhra. İnşallah ki, bizim qəlbimiz hər məclis olsa Kərbəla ilə döyünür. İnşallah İmam Hüseynin adından anası üçün bir nohə ilə başlayaram. Sonra Allahın izni ilə davam eləyərik inşallah. Dur yatma Hüseynəm, bu qədər ağlatma. Dur yatma, gözüm yaşını qana qatma. Dözmərəm mən bu fəraqə, anaya Zəhra. Dur yatma, balalarımı gözdən atma. Dur yatma ana, ay kimi axşam batma. Dur atam canı əyağa, anaya Zəhra. Dözmərəm ayrılığından, məni tərk etmə. Məni tərk etmə, məni tərk etmə. Olmasan qəlbim olar qan, anacan getmə. Anacan getmə, anacan getmə. Ana, gözümü aç məni dindir, yanaram sənsiz. Ana, gedəsən hicr oduna, odlanaram sənsiz. Anam, məni bu yaşda amandır, anasız qoyma. Ana, ayağımdan öpürəm, məndən ana doyma. Sağlığın tək məni bir yolda qucağa ana. O yaralı qolu zəhmət ilə boynuma sal. Getmə getsən atamın qalbini qəmlər alar. Yoxdur sənsiz köməyi, qüssədən tez qocalar. Amandır qocalar. Ağlaşırlar necə bax gör, bacı qardaşım. Bacı qardaşım, bacı qardaşım. Gör necə qəlbim olur qan, axır göz yaşım. Axır göz yaşım, axır göz yaşım. Ana, sataşan vaxtı gözüm o itim ismarə. Ana, deyərəm qəbrə gedən ay sinəsi yarə. Ana, oxşayan qaməti qəmdən bükülən ey vay. Ana, yaralı qəlbinə qəmlər tökülən ey vay. Adın şərəfdir sənin, ruzigarə ya Zəhra. Sənə nəzirə yazılmaz dübarə ya Zəhra.
Senin şehadetinin derdi bir hududinden gelibdir ehli vila ahuzare ya Zehra. Çəkiblər qarəb hər yerdə Fatimiyyələrəm. Sənə dil əhli tutar soğuvarə ya Zəhra. Gəda Hüseyni və gər qoymasın qapında məni. Olar cahandadım heç ikare ya Zəhra. O göz ki ağlamasa matəmində bitərdi. Düşübdüm rahmet haktan kenara ya Zehra. Senin Hüseyin ve lay lay deyibdir ruhul emin ay Zehra. Senin Hüseyin ve lay lay deyibdir ruhul emin. Kimin çatıbdır eli etibare ya Zehra. Kapı dalında ya hanım hamile beden hasta ay Zehra. Ay Zehra. Çəkilmədin niyə oddan kənara ya Zəhra. O xəstə yatağında neçə vəsiyyəti ilə tamam eləyim. Həzrəti Ali əleyhissalam başının üstündə, Zeynəb Gülsüm bir kənarda, Həsənlə Hüseyn bir kənarda. Xanım baxdı balalarına, üzün dolandırdı, Əliyə bir söz dedi. O məzlum Əli, xanımın bir sözü. Dedi Əli can, balalarımdan doymadım Əli. İmam Həsən ağanın müsibəti bir ayrı yandırır adamı. Xanım Zeynəb ayrı, İmam Hüseyin ayrı. Bir gün sual elədilər İmam Həsəndən. Dedilər ağacan, sənin niyə saçın saqqalın hər imamə görə çox tez ağardı? Neçə dəfə sual elədilər təkidlə. Əvvəldə İmam Həsən ağa cavab vermək istəmirdi. Təkidlə sual elədilər. İmam Həsən ağa gördülər baş nə idi aşağı. Dedi axı heç kimin gözünün qabağında ananı vurmazlar. Üzün dolandırdı xanım Zəhra, gördü Zeynəb ağlayır. Dedi bala təhəmmül et, səbr eylə hər bəlaya. Qızım gözümün yaşını saxla Kərbəlaya. Qızım hər müsibət bir ayrı. Xanım Zəhra gördü İmam Hüseyin ağa əlləri qoynunda qalıb qapının ağzında, qapı kənarında. Bala, 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 Hüseyin gəl yanıma, gəl yanıma bala. Hər kəs bilir adillər İmam Hüseyin gəldi, üzün qoydu əyaqlarına. Ana Kərbəlaya tez gələsən, demirəm Əkbər öləndə gələsən. Demirəm Əsxər öləndə gələsən, ana boynuma minnət qoyasan, ağam Əbəlfəzli matdan düşəndə gələsən. Amma rozəm budur. Gördülər İmam Hüseyin ağa
üzün qoyanda xanımın ayaqlarına, xanım dedi, oğul gəl yanıma, gəl yanıma. Bir yandan da istəyir Ustad Hacı Ceyhun, Allah ömrü və bərəkət versin. Gördülər xanım Zəhra sinəsindəki mismar yarasını açmaq istəyir. Burada lazımdır Hüseyin deyən murilənlar görə. Həm Bətulun sinəsin, həm qanlı mismarı görə. Niyə xanım? Qoy o da bilsin, fədai eşq olar xuni rəgi. İndidən balam öyrənsin, sinədən ox çəkməyi, ya Hüseyin. Ağam Hüseyin körpəydi, bilməzdi, amma yavmla jura. Elə ki sinəsinə ox batdı, yana yana dedi, yandım Zehra'ya, yandım Zehra'ya. Esselamu aleyke ya Ebu Abdillah ve ala ceddike ve ala abik ve ala ummike ve ala akhik. Allah razı olsun, təşəkkür edirəm. Allah səs və qüvvət versin, Hacı. Allah səni Peyğəmbər və Ali Peyğəmbərdən, xanım Zəhranın şifaətindən qiyamətdə ayrı salmasın inşallah. Təşəkkür edirik. Və gözəl bizim tamaşaçılarımız, izləyicilərimiz, inşallah yenə də bizim verilişimiz, Beytül Əhzan verilişimiz davam edir. Yenə də bir gözəl sualla istəyirəm Seyid Mirəli ağaya səslənim ki, Seyidcan, Həzrəti Zəhra salamullah əleyhanın həyatını oxuyanda diqqət çəkən mövzulardan biri də Müshəf-i Fatimədir. Müshəf-i Fatimiyyə deyərlər buna. Yəni, Həzrəti Zəhra salamullah əleyhanın kitabı. İstəyərdim inşallah bu kitab barəsində bizlərə danışasınız. Həm tamaşaçılarımız, həm biz inşallah maariflənək. Buyurun, ağa, söz sizindir. Müshəf sözü mənası budur ki, yazılmış kağız vərəqləri iki cildin arasında olan hər bir şeyə müshəf deyirlər. Təbii ki, Qurana da müshəf deyirlər. Amma bu Quran elmləri, alimləri, Quran elmlərinə araşdıran alimlər ki var, bunların heç demək olar ki, əksəriyyəti, ola bilər azacıq bir-iki nəfər olmuş olsun, amma əksəriyyət məşhurlar Quranın özünə heç vaxt, yəni Quranın adlarını sayanda onların içərisində müshəf adı yoxdur. Təbii ki, hədislərimizdə müshəf Qurana deyilib. Amma müshəfin, yəni Quranın adın müshəf deməyiblər. Ona görə ona müshəf deyiblər ki, vərəqlər, yazılmış vərəqlər cild arasında olan hər bir şey. Amma xanım Zəhra salamullah əleyhanın müshəfi, bu nədir? İmam Sadiq əleyhissalama sual verirlər ki, Fatimə Zəhranın müshəfi necə bir kitabdır? Deyir ki, bilirsiniz, xanım Zəhranın ləqəblərindən biri mühəddisədir. Mühəddisə nə deməkdir? Mühəddisə o deməkdir ki, ona mələklər nazil olar və mələklər onu ilə danışar, mələklər qeyb xəbərlərin ona verərlər. İmam Baqir əleyhissalamdan bir hədisdə var, soruşurlar ki, imamdan soruşurlar ki, neçə dənə xanım bu yaranışı aləmində neçə xanım indiyənə qədər mələklərlə danışıb. İmam Baqir əleyhissalam 4 xanımın adını çəkir. Biri təbii ki, Fatimə Zəhra anamızdır, biri Məryəm salamullah əleyhadır, biri Məryəm salamullah əleyhanın anası, İsa Peyğəmbərin nənəsi, İmran Peyğəmbərin belə deyək, yoldaşıdır və biri də İshak Peyğəmbərin anasıdır.
ki biz onu Sara xanım kimi təbii ki tanıyırıq. Bunlar danışıblar. İmam Sadiq əleyhissalama sual verəndə ki, o necə bir məsələ kitabdır, o kitabda nələr var, nələr yox. Deyir, İmam Sadiq əleyhissalam biraz o dəqiqə onun haqqında cavab vermədi. Bu cavab verməməyin neçə dənə mənası var? Yəni, tez cavab verməmək. Bir mənası odur ki, bu soruşulan şey elə belə deyir ki, elə siz soruşasınız, mən də cavab verəm. Məsələn, bir də görsən deyirlər ki, bu telefon neydən hazırlanıb? İnsan elə o dəqiqə onun cavabını verir. Yəni, onun o qədər bir əhəmiyyətli bir şey olmadığın insan cavab verəndə onu göstərmiş olur. Amma bir an o sual verilən adamın siz bir əzəmətin düşünün ki, zamanın imamıdır. İmam Sadiq əleyhissalam. Öz, belə deyək, dövründə əvvəlkilər gəlmişlər, getmişlər. Hamı İmam Sadiq əleyhissalamın kim olduğunu gözəl də bilirlər. Təbii ki, böyük alimlər, kimlər ki, İmam Sadiq əleyhissalamın, belə deyək, hüzurunda dərs oxuyublar. Bir saatları belə onlar böyük bir töhfə alıblar İmam Sadiq əleyhissalamdan. İmam Sadiq əleyhissalam kimi şəxsiyyətin bir anlıq o sualın qarşısında susması onu göstərir ki, bu sizin soruşduğunuz şey, yəni balaca bir şey deyir. Müshəf-i Fatimə balaca bir şey deyir. Və bir anlıqda yəni dayanıb demək, onun da göstərir ki, yəni İmam Sadiq əleyhissalam istədi bir baxsın, görüm, doğrudan elə bu Fatimə salamullah əleyhanın müshəfi hamının yanında danışılası bir məsələdir, ya elə hələ bir adam seçək. İmam Sadiq əleyhissalam buyurdu, Peyğəmbər dünyasını dəyişəndən sonra Zəhra anamız çox qəmli idi Peyğəmbərin matəminə. Həzrəti Cəbrail Əmin gələrdi xanım Zəhranın yanına, onu bu qəmin, müsibətin sakitləşdirmək üçün, ona təsəlli vermək üçün, ona başsağlığı vermək üçün, onun bu qəmin dağıtmaq üçün ona bəzi təskinliklər verərdi. Və o təskinliklərlə yanaşı bəzi qeybin xəbərlərini də verərdi. Bəzi qeybin xəbərlərin. Hətta o xanım Zəhranın müshəfinin haqqında neçə nəzər var. Onlardan biri budur ki, 2 Quran qalın, 3 Quran qalınlığında bir kitabdır. Amma belə deyək də, ən qəbul olunmuş nəzər budur ki, 1 Quran qalınlığında bir kitabdır. Hətta Peyğəmbərdən sonra ta dünyanın sonuna qədər nə qədər xəlifələr olacaq, hamısının belə adın orada xanım Zəhraya bir-bir deyiblər. Xanım Məryəm haqqında var, deyir Zəkəriyyə Peyğəmbər Quranın ayəsidir. Gəlirdi, görürdü ki, Məryəm salamullah əleyhanın qarşısında yeni meyvələr var. Deyirdi, bunlar hardandı? Deyirdi, Allahın yanına mələklər gətirmişdi. Həzrəti Əli əleyhissalam gəlirdi, gəlib görürdü ki, evə daxil olanda gördü, xanım Zəhra kimlərlənsə danışır. Deyirdi, Zəhra, kimlərlə danışırsan? Deyirdi, Allahın mələkləri ilə. Əli əleyhissalam deyirdi, onlar ki, sənə nəyi deyirlər, sən onları yadında saxla, mən gələndə sən de, mən onları yazım. Deyir, Həzrəti Əli əleyhissalam gəlirdi, xanım Zəhra bir-bir deyirdi və Əli əleyhissalam onları yazırdı. O 75 gün ərzində ya 95 gün ərzində ki, o mələklərin xanım Zəhraya dediyi sözləri ki, yazmışdılar, onlar hamısı toplum şəkildə olmuşdu Fatimənin müshəfi. İmam Sadiq əleyhissalama sual verdilər ki, o kitabda nələr var? İmam Sadiq əleyhissalam buyurdu, o kitabda halal, haram, vacib, müstəhəb yoxdur. O kitabda sizin düşündüyünüz kimi bir şey deyir ki, o kitabda belə deyək, nə halaldır, nə haramdır, nə vacibdir, nə müstəhəb, belə bir şey yoxdur. O kitabda mələklərin Allahın dili ilə çatdırdığı sözlərdir Zəhraya, həm təsəlli vermək üçün, həm təskinlik vermək üçün və həm qeybin xəbərləridir. Özlərinin başına gələcək hadisələr və gələcəkdə evladlarının başına gələcək hadisələr. O kitab imamət nişanəsidir. Xanım Zəhradan sonra atam Əlidə olub,
atam Əlidən sonra qardaşım Həsəndə, sonra qardaşım Hüseyndə və bu günlərdə məndədir. Və bu kitab sonda bəşəriyyətin nicatçısı sonuncu imamın huzuruna yetişəcək, zuhur eləyəndə o kitab da onun əlində və yaxud yanında olacaq. Mən bir ustadımız var idi, ondan eşitmişdim. Deyir ki, bilirsiniz, neçə dənə imamlıq nişanəsi var? O neçə imamlıq nişanəsi, yəni imamlarımızda o irsən qalır da, bu imam dünyasını dəyişəndə həmən o belə deyək, o şey o birisi imama yetişir. Onlardan biri Əli əleyhissalamın Zülfiqarıdır. Həzrəti Əli əleyhissalam özündən sonra Zülfiqarı İmam Həsənə vermişdi. Deyir ki, Kərbəlada Cənab-ı Cəbrəil əleyhissalam, Allahın mələyi, vəhiy mələyi, İmam Hüseyin ağa şəhid olandan sonra gəldi, Zülfiqarla xanım Zəhranın müshəfini götürdü, apardı. Ta o zamana qədər ki, İmam Zeynulabidin əleyhissalam gəldi, yetişdi. Əmin bir yerə, onlar imamət nişanəsidir, gəldi, yetişdi onların huzuruna. Bu kitabı ki, xanım Zəhranın müshəfidir, bu xanım Zəhranın Allahın ona çatdırdığı, təbii ki, mələklər vasitəsilə sözləridir, söz toplusudur ki, xanım Zəhra da onu deyib, Həzrəti Əli əleyhissalam da onları yazıb. Allah xanım Zəhra hörmətinə bizləri onların məktəbinə, bizləri onların yollarına layiqlərdən qərar versin inşallah. Mən sözümün sonunda həmişə xanım Zəhra haqqında mənim dilimdə əzbər olan 2 beyt şeir var. İstərdim onu deyəm və təbii ki, hamımızdan üzr istəyirəm bu sözə görə. Yəni, çox belə deyək, təkrar elədiyim bir beyt şeirdir. Əli əleyhissalamın dilindəndir. Buyurur, Zəhra gözüm sataşmayacaq bir də nuruvə. Ki, təbii ki, xanım Zəhranı qəbrə qoyandan sonra deyilən sözdür. İndi şair onu gözəl doğrudan yazıb. Deyir, Zəhra gözüm sataşmayacaq bir də nuruvə. Məmurilər yetişəndə sualə hüzuruvə. Şirin dilün həqqi izhar edən zaman. Allah ilə Peyğəmbərə iqrar edən zaman, növbət yetişər imamı ey, can-ı cavidan, məzlum əlini qəbrin üstə verginən nişan. Allah xanım Zəhranın məzlumiyyətinə, Əlinin məzlumiyyətinə hamımızın dualarımızı qəbul eləsin, İmam Zaman ağamızın zuhurunda təcil eləsin. Amin, inşallah. Təşəkkür edirik ağa biz də sizdən. Allah sizdən razı olsun. Həqiqətən gözəl nöqtələrə toxundunuz və Allah sizi yerin, göyün bəlasından hifz eləsin. Hər birinizə təşəkkür edirik ki, təklifimizi qəbul edib, bu günləri bu Beytül Əhsan verilişinə təşrif gətirdiniz. Əziz tamaşaçılarımız, əziz izləyicilərimiz, artıq verilişimizin yenə də sonuna gəldik, çatdıq. Allah bizləri xanım Zəhra salamullah əleyhadan ayrı salmasın və mən öz növbəmdə bizim bu çəkiliş heyətimizə, bizim nə qədər burada kollektiv ki, iştirak ediblər bu çəkilişin ərsiyə gəlməsində mən hamısına böyük təşəkkür və minnətdarlığımı bildirirəm. Allah bizləri xanım Zəhradan ayrı salmasın. İnşallah Allah gələn ildə nəsib eləsin ki, bu verilişimizi davam elətdirə bilək. Xəlq eyləmişəm gərçə Rəsulanə muazzam Allahu Muteal deyir Xəlq eyləmişəm gərçə Rəsulanə muazzam
o iddia izzi şerefi şan yarattın. Ne fakhredirem Adem'e amma ne halile. Ne fakhredirem Musa İsa'nı yarattın. Ne Yunus'i ne Yunus'i Davud ne Yahya ne Süleyman. Ne fakhredirem Yusuf'i Kenan'ı yarattın. Bəs ilahin nəyə fəxr edirsən? Öz nurimi bir çöhrədə etdim, mütəcəllə Sultan-ı Sübül Hatm-ı Resulan'ı yarattın. Yerden mənə məzhərdi bilin Ahmed Mahmud. Yerden mənə məzhərdi bilin Ahmed Mahmud. مرآت خدا سیدی بطحان yarattın. Hərçənd onlara aşiqəm əmma ikisindən aşiq elədim dilbəri valanı yarattın. Ta halinə mən xəlq eləyərdim nə əlini, etdim vəli xəlq ondakı Zəhranı yarattın. Bir pıçıltı səslənir bu gecə mehrabda. Bir nalə ucalır yerdən səmaya. Hər gecə ümməti dua edən ana, bu gecə həmin ümməti şikayət edirdi Allaha. Ağır-ağır, incik-incik. İlahi, gör Peyğəmbərin ümməti ondan sonra onun ailəsi ilə necə davrandı. Bax, sənin əmanətlərinlə neynədi müsəlmanlar. İlahi, hansı birindeyim? Mövlam və əmim oğlu Əlinin xilafət haqqının qəsb olunmasını mı? İslamın ən güclü və qorxu bilməz sərkərdəsinin əllərinin bağlanıb evindən çıxarılmasını mı? Əhl-i Beytin qapısının yandırılmasını mı? Sınmış qabırğadan mı? Göyərmiş üzdən mi? Tələf olmuş möhsündən mi danışım? Hansı dərddən danışım ilahi? Bu
bu vəfasız dünyadan yorulmuşam. Məni atamın yanına apar. İlahi canımı al. Canımı al ki yoruldum iman libasına bürünmüş münafiqlərdən, xəyanətkar yoldaşlardan, tamahkar zahidlərdən, qorxaq tərəfdarlardan, unutqan ardıcıllardan. Atam Rəsulullahdan sonra hər günüm qəm qüssə, göz yaşı dərd bəladır. Bunlar mənə ona görə asandır ki, sən hər şeyi görürsən ilahi. Sənin Peyğəmbərinin vədi şübhəsiz ki doğrudur və o tezliklə mənim ona qovuşacağımı deyib. Elə isə Allahım, Fatimənin sevincini özünə qaytar.